Vaxtı bunlar sizə köməklik göstərsin. Elə ən rahatdan başlayıram. Bunu sadəcə öz şagirdlərim üçün edirəm mən. Aha. Bunu qoyuruq kənara. Ya Allah. Deməlidir ki, A kvadratı üzərinə gəl AB, üzərinə gəl B kvadratı bölünmüş A üstü 6 çıxaq A kubu B kubu. Bu sual rahat sualdır. Mən bu sualda nə edə bilərəm? Sadəcə aşağıdan A kubunu götürürəm. Olur nə? A üstü 6-dan 3'ü getdi. A kubu çıx B kubu. Surət isə olduğu kimi qalır. A kvadratı üzərinə gəl AB, üzərinə gəl B kvadratı. Bərabərdir. Daha sonra nə edəcəm mən? Daha sonra məxrəci kublar fərqi ilə açacağım. Yazıram A kubu, A çıx B, A kvadratı, üzərinə gəl AB, üzərinə gəl B kvadratı. Surətimiz olduğu kimi qalacaq. A-nın kvadratı üzərinə gəlinmiş AB, üzərinə gəlmiş B-nin kvadratı. Şimdi bu ifadə ilə bu ifadə 7 bərabərdir. 1 bölək A-nın kubu vuraq A minus B. Bu bizim topludan birinci sualımızdır. Aha, cevabımız oldu Y. Hamısını cevabını yazmayacağım. Bəzən cevabını yazacağım. Aha, birinci sual. Növbət keçirəm 3-cü suala. 3-də bizə nə deyir? Deyir ki, 3-də A-nın kvadratı bölünmüş 3AB, 3B vurulmuş B-nin kvadratı bölünmüş 3A bölək B bölək 5A. Aydındır ki, A kəsləri böləndə nə olurdu? Birinci olduğu kimi qalırdı, digərlər tərsinə çevrilirdi. Hələ ki, ixtisar aparmadan öncə bunu bir normal hala salaq. Yazıram A kvadratı bölünmüş 3B vurulmuş B kvadratı bölünmüş 3A. Vuraq tərsinə 5A bölək neçə? B. Surətdəki bizim B'miz bu B idi. İndi baxırıq görək nə var burada. Baxdıq. Deməli uşaqlar, görürük ki B nə eləyir? B kvadratı. B kvadratları nə oldu? Getdi. Deməli bu A-ndan da bu A getdi mi? Surətdə qaldı 5A-nın kvadratı. Məxrəci qaldı neçə? 9. Oldu nə? 5A kvadrat böl 9. Bu oldu nə? A variantı. Bu da aydındır. Növbət sualı keçirəm. Sual 5. 5-ci sualda nə deyir bizə? Deyir ki, P kvadratı çıxılmış 25 bölək 7P çıx 35. Deməli, mən görürəm ki, mən bu sualda yuxarıda var kvadratlar fərqi A-nın kvadratı çıxılmış B-nin kvadratı. Nə deməkdir? A çıxılmış B, A üzərinə gəl B. Bu düsturu var. Yəni yazıram yuxarıda P çıx 5, P üzərinə gəl 5. Məxrəci isə 7-ni çıxardıram, P çıxılmış 5. Tak hamıya aydındır. P çıx 5'lər getdi. Oldu nə? P üzərinə gəl 5 bölünmüş 7. Gözəl, əla. P üstə gəl 5 bölünmüş 7. Daha variantdan özünüz qeyd edirsiniz. Növbəti suala gəlirəm. Bura bildikdə hər kəsə aydın oldu yəqin ki. Növbəti bir sualı keçirilirəm. Yazırım 7-ci sual. Nədir 7-ci sual? Deyir ki, A üstündə 9 plus 1 bölək. A üstündə 6 çıxaq A-nın kubu üzərinə gəl 1. Mən bu sualı yazmadan öncə bilməliyəm ki, A üstündə n, üzərində m. Mənə nə verir? A üzərində n vur m-i. Ona görə də A üzərində 9'u yazıram A kubunun kubu. Üzərinə gəl 1. Məxrəci isə olduğu kimi yazıram. A üstü 6 çıxılmış A kubu üzərinə gəl 1. Surətdə nə var? Kublar cəmi. Kublar cəmi. Mən kublar cəmində belə yazacağım. A-nın kubu plus 1. Birincinin kvadratı çıxılmış bulan hasili üstə gəl ikincinin kvadratı. Bölək A üzəri 6 çıxaq A-nın kubu üzərinə gəl 1. Yəni ki, bu düsturumuz belədir. A-nın kubu üzərinə gəl B-nin kubu bərabərdir. A plus B A kvadratı çıxaq AB üzərinə gəl B kvadratı. Bax, mən bu düsturu orada tətbiq etdim. Bildik mi? İndi buradan da görürəm ki, ixtisar getdilər. Düzdür? Nə qaldı yerdə? Bərabərdir. A-nın kubu üzərinə gəl 1.
Aydındırmı? Aha. Cavabımız budur. Növbət sualı keçirilirəm. 7. İndi baxıram mən 8-ci suala. 8 nə deyir? Deyir ki 9m'in kvadratı çıxılmış 3m üzərinə gəl 3m'in çıxılmış n bölək 9m'in kvadratı minus 1. Mən bu sual yazmaq üçün ilk növbədə nə etməliyəm? İlk növbədə bax 9m kvadratı ilə çıx 3m'i 1 vurğunla ayırmalıyam. Daha doğrusu ortaq çıxartmalıyam. 3m'in çıx n'dənsə 1 çıxartmalıyam. Yazıram bərabərdir. 3m'i çıxartsam qalacaq 3m çıx 1. Buradan isə n'i çıxartsam 3m çıx 1. Məxrəc mənə verir 3m çıx 1. 3m plus 1. Bu da bərabərdir. Surətdən 3m çıx 1'i götürəndə olur 3m üzərinə gəl n. Məxrəc isə 3m çıx 1, 3m plus 1. İndi 3m çıx 1'lər getdi. Bu da bərabərdir. 3m üstə gəl n, 3m plus 1. İnşallah ki başa düşürsünüz. Yazındakı variantını A məsəl üçün. Bu gözəl, bu əla. Aha. Növbət sualımız gəlsin. 10-cu sual. Nədir onda? Deyir ki onda mənfi 2a plus 8 bölək a'nın kvadratı çıxaq 8a üzərinə gəl 16. Baxıram ki sual çətin deyil. Mən bunun üçün neyi bilməliyəm? Müxtəsəri. Yuxarıdan mənfi 2'ni çıxardığında olur nə? A minus 4. Aşağıya baxıram ki ilahi bu düsturuymuş. Neyin düsturu? A çıx 4'ün çöldən kvadratı. A nə gözəl. Bununla kvadratın biri getdi. Mənfi 2 bölək A minus 4. Cavabını tapmışam. Amma baxıram ki bu cavab yoxdur. Demək ki mən neyi bilməliyəm? A çıx B bərabərdir mənfi B çıx A. Birinin əksidir da. Buna görə mən nə edirəm? A çıx 4'ü 4 çıx A yazıram. Mənfi atılır bu zaman. Bildik. Yəni A çıx 4 ilə 4 çıx A birbirinin əksidir. Bu zaman mənfilər nə olduğu getdi. Növbət sualı yazıram. 12. 12 nədir? Deyir 27 üzərinə gəl. 27a üzərinə gəl. 9a kvadratı üzərinə gəl a'nın kubu. Məxrəcdə a kvadratı üzərinə gəl 6a üzərinə gəl 9. Belə baxıram ki ilahi misal uzundur. Mən bunu yazanmaram. Düşünməyin elə. Müxtəsəri bilməlisən sən. Surət sənə nə verir? A plus 3'ün kubu. Məxrəc nə verir? A plus 3'ün kvadratı. Bu kubla kvadrat getdi. Bərabərdir. A üstə gəl 3. A üstə gəl 3. Bildikmi? Növbətdə bir sual var. Yazıram 14. Bunu bildik də inşallah. 14. Deyir ki m üstündə 4 çıx m. Düşünsəz hamısı müxtəsərdir. 2m'in kvadratı üzərinə gəl 2m üzərinə gəl 2. Ne edəcəm? Yuxarıdan m'i çıxardıram. Olur m'in kubu çıx 1. Aşağıdan 2'ni çıxardıram. M'in kvadratı plus m plus 1. Yuxarıda m'in kubu çıx 1 mənə kubların fərqini verir. Yazıram m çıx 1. M'in kvadratı üzərinə gəl m üzərinə gəl 1. Aşağıda isə 2 vuraq. M'in kvadratı üzərinə gəl m üzərinə gəl 1. İndi bu ixtisar getdi. Surətdən məxrəcəndə. Surətdə qaldı ki m vuraq m minus 1 bölü 2. Cavab budur mu? Yazırsan. Bu değil mi? Vurup açacaqsan. M'in kvadratı çıxaq m bölü 2. M'in kvadratı çıxaq m bölü 2. Qoy sizə əziyyət verməyək. Variantı da yazaq. Aha, növbəti bir sual gəlir. Gözəl bir sualdır. O suala görə uşaqlarımız
Yəni çox çalışan bir sualdır. Aha, 16-cı sual. Yazırıq 16. Nədir 16-da? Diqqətli olun bu sualda. X-ın da 6 çıx 1 surətdə məxrəcdə x çıx 1-in kubu üzərinə gəl. 1 minus x-ın kubu üzərinə gəl. X-ın kubu plus 1. Qoymayın, ortadan yazaq. Az öncə İqbal müəllim nə qeyd elədi? A çıx B bərabərdir mənfi B çıx A. Eyni zamanda A çıx B'nin kubu bərabərdir mənfi B çıx A'nın kubu. Amma A çıx B'nin kvadratı üstü cüt dərəcə bərabər müsbət B çıx A'nın kvadratına. Müsbətdir daha həmişə. Məsələn 7 çıxaq 3 nə eləyir? 4. 3 çıx 7 nə eləyir? Mənfi 4. Yəni yerlərini dəyişəmsə qarışıq bir də nə atılır uşaqlar? Mənfi. Hansısa tək dərəcələrdə. Amma cütlərdə atmağa ehtiyac yoxdur. Nə edəcəm indi? Bərabərdir. Surət özü hazırdır. X kubunun kvadratı çıx 1. Məxrəcdə x çıx 1-in kubu, bu 1 çıx x-in yerini dəyişirəm. X çıx 1 yazıram. Qarşıya mənfi atılır. Yerini dəyişmişəm də. Ona görə çıxaq yazıram. Üstə gəl x-in kubu plus 1. Aydın oldu da ki x çıx 1 mənfi 1 çıx x deməkdir. Aha. Deməli x 1 çıx x-in kubu ilə elə x çıx 1-in kubu əks olduğuna görə çıxma yazdım. X çıx 1-lərin kubları nə oldu? İslah getdilər. Surətə baxıram, nə edəcəm? Kvadratların fərqi. X-in kvadratı çıx 1 olmadı. X-in kubu çıx 1, x-in kubu plus 1. Məxrəcdə x-in kubu plus 1. X kubu plus 1'lər getdi. Qaldı nə? X-in kubu çıx 1. Tak, əla. Gözəl sualdır. İndi növbəti sual gəlir. 18. Baxıram ki, nədir? Eyni tip sualı oxşardı. X-in kubu çıx 3x-in kvadratı üzərinə gəl x. Yox, daha doğrusu çıxılmış x üzərinə gəl 3. Məxrəcə də x minus 1 üstündə 7 üzərinə gəl. 1 minus x üstündə 7 üzərinə gəl. 4 çıxaq x çıx 1-in kvadratı. Deməli mən baxıram ki, bu sual bayaq suala oxşuyur. Elə görən kimi nədir uşaqlar? X çıx 1, 1 çıx x. Bunlar birinin əksidir. Bunlar nə olacaq? Gedəcəklər. Maşallah, aferin sizə. İndi yuxarıdan bu ikisindən x-in kvadratını çıxardıram. Olur x çıx 1. Çıxaq, qaba mənfi atıram. Yox, daha doğrusu x çıx 3. Mənfi atıram. Olur x çıx 3. Bax. Burada nə ardım? Mənfi attım qabağa. Onu x üstə gəl 3. Oldu x çıx 3. Məxrəcdə x çıx 1 üzərində 7. 1 çıx x-i x çıx 1 yazıram. Qarşıya mənfi atıram. Üzərinə gəl. Burada artıq nə var uşaqlar? Kvadratlar fərqi. 4 neyin kvadratıdır? 2-nin. A kvadratı çıx B kvadratı. Bir dəfə çıxma, bir dəfə toplama. Yəni A-nın kvadratı çıx B-nin kvadratı. Nə verir mənə? A çıx B, A üzərinə gəl B. Yazıram 2 çıx bu ifadə. X plus 1 əksən dəyişir. Bir də toplaması 2 üzərinə gəl x çıx 1. İndi baxıram ki, bunlar islah getdilər. Yuxarıda nə var surətdə? X çıx 3, x-in kvadratı çıx 1. Məxrəcə 3 çıx x, x plus 1. Çünki 2 çıx 1 1 elədi. Bərabərdir. X minus 3. X-in kvadratı çıx 1 mənə verir. Bir dəfə çıxmaq x çıx 1. Bir də toplamaq x plus 1. Məxrəcə də 3 minus x, x plus 1. X plus 1'lər getdi.
x minus 3 ilə 3 minus x 7 bərabərdir. Burada mənfi 1 qaldı. Mənfi x çıx 1. Da 1 minus x yeri dəyişdi. Qəşəng sual idi, əla bir sual idi, möhtəşəm. Düzaldıq mı? Bəli. Sonra gəlsin 20. Deyək ki 20-də. 20'de. A üzərində 2n plus 2 çıxaq A üzərində 2n bölək. A üzərində 2n plus 3 minus 2 A üzərində 2n plus 2 düzmü? Plus A üzərində 2n plus 1 bərabərdir. Mən görürəm ki, burada 2-dir, burada 2n plus 2-dir. Demək ki, x artıqdır yuxarıda. Ortaq nə var? A üstü 2. Nə qaldı? A-nın kvadratı çıx 1. Məxrəcdə baxıram ki, 2n plus 3, 2n plus 2, 2n plus 1. Ortaq nə var hər tərəfdə? A üzərində 2n plus 1. 2n plus 3-dən 2n plus 1'in götürdüm. 2n'lər ortaqdır heç. 3 dənəsindən 1'in götürdüm. Oldu A-nın kvadratı. 2 dənəsindən 1'in götürdüm. Çıxaq 2A üzərinə gəl 1. Bu əla. İndi bərabərdir. Görürəm ki, surətdə 2n'dir, aşağıda 2n plus 1'dir. 2 dənəsi ixtisar gedir. Bundan gedir. Aşağıda bir dənəsi qalır. Yuxarıda A kvadratı çıx 1'i açıram. A çıx 1. A üstə gəl 1. Tamam. Başa düşmədiniz bunu. Başa düşmədiniz. Onu da belə yazacağım. Yuxarı yazıram ki A üzərində 2n A üzəri 2n bərabər qəşəng yazaq qoy. Məxrəcə 2n plus 1'i yazıram A üzəri 2n vur A kimi. Əsaslar eyni olub vuranda üstlər toplanılırdı. Və A çıx 1'in neyə verir? Məxrəc kvadratını. A üzəri 2n'lər getdi. A çıx 1'lərin biri getdi. Surətdə qaldı A üstə gəl 1. Məxrəcdə A vuraq A çıx 1. Cavabı bizə belə də verə bilər. Və yaxud da ki aça da bilər. A plus 1 A'nın kvadratı çıxılmış nə? A. İnşallah bunu başa düşməyəndə rahatlıq budur ki, videodur. Geri çəkirsən bir daha baxırsan, geri çəkirsən bir daha baxırsan. Yəni sən burada bilməyərsən neyi? Məsəl üçün A üstündə 2n plus 1'i. Mən bunu yazıram ki, A üstündə 2n vuraq A üstündə 1. Əsasların eyni olub vuranda üstlər nə olur? Toplanılır. Aha. İndi gəlir növbət sualımıza. 22. İnşallah ki başa düşürsünüz. İnşallah ki faydalanırsınız. 22. Nədir surətdə? A plus B'nin kvadratı minus 5 vuraq A plus B. Məxrəcdə A kvadratı üzərinə gəl B kvadratı plus 2AB minus 25. Yuxarıda ortaq nə var? A üstə gəl B. Olur A plus B minus 5. Ortaq nə var hər tərəfdə? A üstə gəl B'lər var da. Məxrəcə baxıram. Bu ifadə mənə üstdən indi xətt çəkəcəm. Bu ifadə mənə düstur verir. Neyin düsturunu? A plus B'nin çöldən kvadratı. Çıxaq 25. Bu da bərabərdir. Surətdə A üstə gəl B. A plus B çıx 5. Məxrəcdə A plus B çıx 5. A plus B plus 5. İndi A plus B çıx 5'lər getdi. A plus B, A plus B plus 5. Все. Variantı yazdım ki qoy sizə ziyan olmasın. Əla. Sonra gəlir 24. 24. Nədir 24-də?
A üzərində 4 çıxılmış 3A kvadratı çıxılmış 4 bölünmüş A üzəri 4 üstə gəl 3A kvadratı üzərinə gəl 2. Ne edəcəm bu sual yazmaq üçün? A'nın kvadratına bir dənə T deyəcəm. A'nın kvadratı T'dirsə A üstü 4 T'nin kvadratıdır. Olacaq T kvadratı çıxaq 3T çıxaq 4. T kvadratı üstə gəl 3T üstə gəl 2. V kimi getmirəm. V kimi getmirəm. Deyirəm ki, vuranda -4 çarpaz toplayanda -3. Hansı ərələrdir? -4 ilə -1. T çıx 4. T çıx 4. T plus 1. Vuranda -4. -4 vur 1. -4. Toplayanda ortaki versin. -3'ü. Aşağıda vuranda 2 sərbəst. Toplayanda ortaki versin. Müsbət 3. 1 ilə 2. T plus 1. T plus 2. T plus 1'ler getdi. Bərabərdir. Bərabərdir. T minus 4. T plus 2. T ne demiştim? A kvadratı. Olur A kvadratı çıx. Neçə? 4. A'nın kvadratı üzerine gel 2. Şu. Şu. Ay Allah. Bu da güzel. Sonra gəlirəm 26'ya. Vay vay. 26. O da güzel suallardan biridir. Aha 26. Ne deyir? Deyir ki şərtdə A 2'dən nədir? Kiçikdir. Aha bu çok güzel. A 2'dən kiçikdir. Daha sonra verir ki A vuraq modulda A minus 2 bölək A kvadratı üzerine gel A çıxılmış 6. Çıxılmış 6. Bərabərdir. Məxrəcə bayaq dediyim qaydaya gedirsən. Vuranda -6 versin, toplayanda 1 versin çarpaz vurup. O da -3 ilə, -2 ilə müsbət 3. Olur A üstə gəl 3. A çıx 2. Baxın nə demək istəyirəm. 3 vur -2, -6. İndi çarpaz vur. A vur -2. -2A, 3 vur A, üstə gəl 3A. Sənə nə verir? A-nı. Bu əla. A 2'dən kiçikdir. Ta ki A 1'dir. 1 çıx 2 nə eləyir? Mənfi. Demək bu nə eləyədir? Mənfi. Mənfidirsə bu zaman nə olur? Moduldan çıxaran zaman yeri dəyişir. Olur A vuraq 2 çıx A. Aydın oldu mu? İndi 2 çıx A ilə A çıx 2 bir-birinin əksidir. İxtisar gedir, mənfi qalır yuxarıda. Mənfi A bölək A üstə gəl 3. Mənfi A bölək A üstə gəl 3. Elə variantımız da Y. 28 bayaq yazdığımıza aiddir. Yaxşı yazaq 28'də. 28. 4 üzeri n plus 1. Bırak. 5 üstünde n çıxaq. 4 üstünde n bırak. 5 üzeri n plus 1. Məxrəcdə 4 üzeri n çıx 1. Bırak 5 üzeri n çıx 1. Ne edəcəm? Yuxarıda 4 üzeri n plus 1 yoxdur. Hər ikisində n var. N plus 1 var, n var. N plus 1 var, n var. Demək ki neymiş? Demək ki neymiş? N plus 1 burada m. M ortaqdır. N plus 1 burada n. N ortaqdır. Hər ikisindən 4 üzeri m, 5 üzeri n'i götürürəm. 5 üstü n'i götürmüşəm. N plus 1 burada m'dir. Bir dənəsi qaldı. 4 çıx. 4 üzeri m'i götürmüşdüm ikinci tərəfdən. Şimdi 5 üzeri m plus 1'dir. N'in götürmüşüm qaldı 1'i. 5. Məxrəcə də 4 üstü m çıx 1, 5 üstü n çıx 1. Şimdi surətdə 4 çıx 5 nə eləyir? -1. Yazıram qabağa mənfi.
4 üstü m. 5 üstü n. 4 üstü m çıx 1. 5 üstü n çıx 1. Böləndə üstlər nə olur? Çıxılır. Mənfi. 4 üstündə m çıx m. Çıxmışam ha. Üstə gəl 1. 5 üzəri m çıx n. Üstə gəl 1. Çıxma olduğuna görə m çıxılmış m çıx 1. Bu da m çıx m. Üstə gəl 1. İşarə nə olur? Əksinə dəyişir. İndi bu m'lər getdi, n'lər getdi. Bərabərdir 4, vuraq 5. Nədir? 20. Bu da oldu 28. İndi. Baxaq 30'a. Ne deyir 30'da? A üzərinə 21 çıx 1. Məxrəcdə. A üzəri 21. Üzərinə gəl A üzəri 14. Üzərinə gəl A üzəri 7. Baxıram ki 21 var. 21, 14, 7 var. Mən burada nə edə bilərəm? Birdən düşünürəm. 21, 7'nin kubudur. Məxrəcə də 7'ni çıxartsam olacaqdır. 7'nin kvadratı, 7'nin özü bir də 1. Yəni düstura gəlirəm. Bu demək istəyirəm sizə. Yuxarıda A üzəri 21, A üzəri 7'ni nə yazıram? Kubu çıx 1. Elə bu biri də 1'in kubu yazıram. Məxrəcdən A üstü 7'ni çıxardıram. 21'den 7'si gedir. Qalır 14. 14'den 7'si gedir 7. 7'nin özünü götürürüm. Qalır 7, 1. A'sı 0, o da 1 deməkdir. Niyə inirəm surətə? Kublar fərqi. A'sı 7 çıx 1. Birincinin kvadratı. Üzərinə gəl hasili. Üzərinə gəl ikincinin kvadratı. Məxrəcdə. A üzəri 7. A'sı 14. Üstə gəl A'sı 7. Üstə gəl 1. Tak, getdi. Bərabərdir. A'sı 7 çıx 1 böl A'sı 7. Mənə cavabı belə verə də bilər. Tək parçalayıb verə də bilər. Ne deyə bilər tək parçalama? A'sı 7 böl A'sı 7. 1 çıx 1 böl A'sı 7. Yəni belə də verə bilər. Bu da doğru cavabdır əgər versə. İndi cavab belə verdi. A'sı 7 çıx 1 bölək A'sında 7. Cavab verirsə C variantı. Ne yazaq? 32. Gözəl sualdır 32. 32. Ne deyir? Deyir 9m plus 18 bölək m'in kvadratı üzərinə gəl 7m üzərinə gəl 10. Qəbul sualdır. Deyir m'in neçə tam qiymətində tam ədəddir. Ne edəcəksən? Yuxarıdan 9'u orta çıxardıram. Olur m üstə gəl 2. Aşağıda bayaq dediyim qayda. Necə idi? Vuranda bu 10, bu toplayanda 7. Viyet kim demirəm ha. Çox addan vurulmasına deyirəm. Vuranda 10, toplayanda 7. 5'ten 2. M plus 5, M plus 2. Şərt qoyuram yuxarıya. Məxrəclər M plus 5 fərqli sıfırdan. Bir də M plus 2 fərqli sıfırdan. M fərqlidir mənfi 2'dən. M fərqlidir mənfi 5'dən. M fərqlidir mənfi 2'dən. M fərqlidir mənfi 5'dən. Şimdi burada M plus 2'lər getdi. Bərabərdir. 9 bölək M plus 5. 9 niyə bölünür uşaqlar? Yazıram qırağa. Nə? 9'un bölənləri. Yazıram. M plus 5 bərabər 1'ə. M plus 5 bərabər 3'ə. M plus 5 bərabər 9'a. Tezdən M plus 5 mənfi 1'ə bölünər. 9. Mənfi 3'ə bölünər. Mənfi 9'a bölünər. M plus 5 1'dirsə M nədir? Mənfi 4. M plus 5 3'dürsə M nədir? Mənfi 2. M plus 5 9'dursa M nədir? 4. Düzdür? Yox. 4. M plus 5 mənfi 1'dirsə M nədir? Mənfi 6. Mənfi 3 ise M plus 5. Mənfi 8. Burada da mənfi 14. Aha. Şərt vermişəm.
Mənfi 2 ilə mənfi 5-dən fərqlidir. Bu zaman bu mənfi 2 olacaq kənar. Neçəsi oldu? 1'i, 2'si, 3'ü, 4'ü, 5'i. 5 qiymətində. Ne yazdım? 5 qiymətində. 5 qiyməti. Deyir, neçə qiymətində natural tamdır. Deyir, emin neçə tam qiymətində tamdır. Qəbul sağladı. 5 qiymətində. Neçə qiymətində? 5 qiymətində. Yolunda bildiniz uşaqlar. Sonra qaldı 34. Deyir ki 34'də y-in kvadratı çıxaq 3y çıxaq 4 bölək y-in kvadratı çıx b. Yenə bayaqsı qaydanı tətbiq edirəm. Rahat yoldur. Biləsiniz ki, vuranda axırdakı sərbəst sədd mənfi 4 eləyir də. Çünki sərbəst səddə vurub sərbəst sədd yazırıq. Toplayanda mənfi 3. Bu da hansı rəddir? Mənfi 4 ilə 1. Yazıram y minus 4, y plus 1. Doğrudan birdən baxın uşaqlar. Y-in kvadratı. Y-i vuran 1'ə 1y. Mənfi 4'ə vuran y-ə. Mənfi 4y. Cəmləliyir mənfi 2y. Mənfi 4 vur 1, mənfi 4. Burada sərbəst səddə verir mənə. Şimdi, mən xərac yazıram y-in kvadratı. Bu b-ni yazıram ki, kökdə b-nin kvadratı. Niyə? Bu mənə düstur versin. Y minus 4, y plus 1. Məxrəcdə y çıxaq kökdə b, y plus kökdə b. Deməli uşaqlar, bu ixtisar getməsi üçün y minus 4 bərabərdir y çıx kökdə b-yə. Necə olmalıdır? Bu y minus 4 bərabərdir y minus kökdə b-yə ki, ixtisar getsin. Bunları biz 1 yazırıq. Bunları 1 yazırıq. Bu renk oxunmadı. Aha. Bir daha gençler. Y plus 1'i də y plus kökdə b-yə bərabərliyir ki, o da ixtisar getsin. Yəni bilin ki, bundan bu ixtisar getməlidir. Bundan da bu ixtisar getməlidir. Bir ixtisar getsin. Bunu da belə yazıram. Burada bu y-lər gedir. Y-lər gedir. Elə alıram ki, mənfi kökdə b, mənfi 4. Kökdə b 4 isə, b nədir? 16. Bir də kökdə b 1'dir. B nəyə bərabərdir? 1'ə. B bərabər 1'ə. Aldım ki, b'ni bir dəfə aldım 16, b'ni bir dəfə aldım neçə? 1. Və sonuncu sualımız qaldı 36. 36. 5 vuraq, p kvadratı çıxaq 25 üstü mənfi 3. Mənfi 3 isə məxrəcət düşür. 5 bölək, p kvadratı çıxaq 25. Deməli, mənə deyir ki, şu yuxarıda sual bildiniz. Deyir ki, ixtisar getsin. Mənə deyir ki, burada mənası yoxdur. Nə vaxt mənası olur? Məxrəc 0 olanda. P kvadratı çıxaq 25 bərabər 0. P kvadratı bərabər 25. P bərabərdir 5. P bərabər nə? Mənfi 5. Mənə deyir ki, hansı müsbət qiymətində mənası yoxdur? Müsbət 5 olanda. P bərabərdir 5. Ula. İnşallah ki, sizə faydası dəydi uşaqlar bu. Hələlik uşaqlar, sağ olun.